böyük motorikaya. Uşağın sağlamlıq vəziyyəti, onun hərəki fəaliyyəti, onun belə deyək, xırda motorikası, onun böyük motorikasının koordinasiyalı formada inkişafını biz təmin eləməliyik. Bu da bağçada uşağın belə deyək, bayaq sadaladığım kimi yeməyini yeməsi, köynəyinin düyməsini bağlaması, müxtəlif də öz gigiyena qaydalarına riayət etməsi, əlini yuması, salfetdən, dəsmaldan istifadə eləməsi, öz əlini özü silməsi, qurulaması. Bu kimi xüsusiyyətlər deməli, uşağın kiçik motorikasını inkişaf etdirəcək. Uşağın qaçması, tullanması, düşməsi, müxtəlif hərəkətli oyunlar oynaması, məsələn, bağçada klas oynaması, bağçada futbol oynaması, ortada qaldı oynaması, basketbol oynaması, bunlar gətirir, çıxardır uşağın həm sensomotor, məkan koordinasiyasına, həm kiçik motorikasına, həm böyük motorikasının inkişafına gətirir, çıxardır. Buna görə də bağçada bu hərəkətlərin inkişafına biz ciddi şəkildə riayət etməyə bacarmalıyıq. Daha sonra keçid edirəm şəxsiyyət yönümlü hazırlığa. Uşaq bir şəxsiyyət kimi yetişdirilməlidir. Uşaq bir şəxsiyyət kimi formalaşmalıdır. Uşaq başqalarını dinləməyi bacarmalıdır. Öz hərəkətlərini başqaları ilə belə deyək, razılaşdırmağı bacarmalıdır. Bəzən güzəştə getməyi bilməlidir. Başqasının düşüncəsini əsas götürməyi bilməlidir. Müstəqil olmalıdır, məsuliyyətli olmalıdır, fəal olmalıdır, təşəbbüskar olmalıdır. Öz fikirlərini səsləndirməkdən qaçmamalıdır, qorxmamalıdır. Biz bunun üçün bağçada uşağı hər tərəfli cəhətdən, hər tərəfdən inkişaf etdirməyi bilməliyik. Ümumiyyətlə, uşağın ünsiyyəti, özünü qiymətləndirməsi, öz bacarığının fərqində olması əsasdır. Əgər uşaqda bu xüsusiyyətlər varsa, deməli şəxsiyyət yönümlü hazırlıq var. Bunu etmək üçün nə etməliyik? Uşağı qruplarla işə sövq eləmək lazımdır. Uşağı əməkdaşlıq oyunlarına təşviq eləmək lazımdır. Uşağı, məsələn, deyək ki, bugün qrupda lider Ayseldirsə, sabah Vüsal etməliyik. Hər zaman bir uşağı lider qoya bilmərik ki, birində liderlik bacarığı formalaşsın, digərlərində kiminsə kölgəsi altında qalmaq formalaşsın. Buna hər zaman riayət eləməliyik, diqqətli olmalıyıq müəllimlər. Keçid edək intellektual hazırlığa. İntellektual hazırlıq nədir? Uşağın obrazlı təfəkkürünün formalaşmasıdır. Uşağın idraki bacarığının formalaşmasıdır. İdraki inkişaf sahəsi nədirsə, intellektual hazırlıq budur. Uşaqda yaradıcılığın, məntiqi təfəkkürün, təxəyyülün təməlini qoyuruq biz. Ümumiləşdirmə, analiz, müqayisə eləmək, uşağın ana dilinə yiyələnməsi, öz nitqində düzgün danışması, özünü düzgün ifadə eləməyə bacarması, uşaqda ümumiyyətlə dialoqun, monoloqun belə deyək, inkişaf etməsi. Bunların hər biri əsasdır, önəmlidir. Uşaqda qruplaşdırma, fərqləndirmə, ayırd etmə. Məsələn, deyək ki, qırmızı topları bir qruplaşdırır, sarı topları bir qruplaşdırır. Yenə də uşaqda bu idraki inkişafın, intellektual hazırlığın təməlindən belə deyək, bizə xəbər verir. Sosial hazırlıq nədir? Təbii ki, yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin uşaqda formalaşmasından bəhs olunur. Vətənpərvərlik hissi, humanistlik, digər insanlara hörmət eləmək, digər millətlərə hörmət eləmək formalaşmalıdır. Deyək ki, biz bağçada özümüz qərəzsiz müəllim olmalıyıq və uşaqları da qərəzsiz formada inkişaf etdirməyə bacarmalıyıq. Yəni, uşaqlar qərəzsiz olsun, belə deyək, mədəni davranış qaydalarına riayət eləsinlər, heç kəs arasında dini, irqi ayrı seçkilik qoymasınlar. Belə deyək, biz bağçada müəllim olaraq dünyəvilik prinsipinə riayət eləməliyik. Dünyəvilik prinsipini YouTube-dan izahıma girib baxa bilərsiniz. Didaktik prinsiplərdə izah eləmişəm. Dünyəvilik nədir? Bir müəllimin dini olmaması, dünyəvi olması, bütün millətlərə, insanlara hörmətlə yanaşması deməkdir. Eləcə də bu müəllimdə olduğu kimi uşaqda da bunu formalaşdırmalıyıq. Uşaq sosial cəhətdən sosial olmalıdır. Bütün insanlar arasında belə deyək, fərq qoymadan ünsiyyətə girməyə bacarmalıdır. Əxlaq normalarına riayət etməlidir. Əxlaq normaları deyəndə ağlımıza gələn o bəlli bir kriteriyada olan əxlaqdan söhbət getmir. Bura vətənpərvərlik, başqalarına hörmət eləmək, humanistlik, insanları başa düşmək, empatiya belə deyək, hiss etmək. Bunların hər biri sosial hazırlıqdır və deməli əxlaq normalarıdır. Daha sonra emosional iradə hazırlıq haqqında məlumat vermək istəyirəm. Emosional iradə hazırlıq nədir? Uşağın məktəbə getməyi sevinclə gözləməsi, emosiya nədir?
hissdir də, hisslər deməkdir. Uşağın hisslərinin inkişaf etdirilməsi. Uşaq məktəbə getməyi sevinclə gözləsin, öz emosiyalarını, davranışlarını idarə etməyi bacarsın. Ümumiyyətlə bizim üçün, müəllimlər üçün sir deyil ki, uşaqların əksəriyyəti müəyyən müddət part arxasında əyləşə bilmirlər, çətinlik çəkirlər. Tənəffüs zamanı bitən dərsin dəftər kitabını yığmırlar, digər dərsin belə deyək, dəftər kitabını açıb hazırlaşmırlar. Nədən irəli gəlir? Uşaqlar tez gedib oynamağa can atırlar. Çünki uşaqlarda oturaqlıq vərdişi, emosiyalarına nəzarət daha çox rollu və qaydalı oyunlarla formalaşır. Biz nə qədər ki, qaydalı oyunları, rollu oyunları uşağın həyatında daha çox üstün, belə deyək, rolda versək, üstün hesab etsək, bu zaman uşaq artıq bu davranış normalarına riayət etməyi də öyrənəcək. Yəni bu oyunlardan istifadə edərək, yəni biz rollu oyunlardan istifadə edərək, qaydalı oyunlardan istifadə edərək gələcəkdə uşağın məktəb qaydalarına daha doğrusu riayət etməsi üçün zəmin yaratmış oluruq. Uşaq gələcəkdə məktəbə gedəndə məktəb qaydalarına riayət eləyir. Çətinlikləri aradan qaldırmaq istəyi, məqsəd, nəticə yönümlülük uşaqda formalaşır. Keçid etmək istəyirəm, deməli, idrak proseslərinin inkişafına. Hansı idrak prosesləri var? Bunlar haqqında məlumat vermək istəyirəm. Ümumiyyətlə, psixi proseslər, belə deyək, bu həm idrak proseslərinin inkişafı adlanır, həm də psixi proseslər adlanır. Psixi proseslər, psixi faktın ümumiyyətlə dinamikasını ifadə eləyir. Psixi proseslərə nələr daxildir? İdrak prosesləri. Məsələn, duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, təxəyyül, nitq, bunların hər biri daxildir. Məsələn, başlayaq duyğulardan. Duyğu elementar psixi dərk etmə prosesidir və predmetlərin, hadisələrin ayrıca keyfiyyətlərini, insanın öz orqanizminin vəziyyətinin beynində əks olunmasını və yaxud da ki, belə deyək, onun bir inikasını bizə ifadə eləyir. Duyğu psixi, belə deyək, əks olunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etməsi, emosional, yəni uşağın emosiyaları, hissləri, belə deyək, özündə göstərir, bunu özündə büruzə verir. Duyğu bizi ümumiyyətlə yalnız ətraf aləmlə əlaqələndirmir, həm də dərk etmənin əsas mənbəyi sayılır. Belə deyək də, kinestetik nədir? Kinestetik qavrama toxunaraq, hiss edərək, emosional cəhətdən öyrənmə deməkdir. Eləcə də duyğular iki yerə ayrılır. Daxili duyğular, kinestetik duyğular. Daxili duyğular orqanların fəaliyyətini, daha doğrusu vəziyyətini fiksə edən duyğudur. Kinestetik isə bədənimizin vəziyyətini, hərəkətinin əks edilməsidir. Məsələn, bunu mən belə ifadə eləyərdim. Daxili duyğularımız bizim qəlbən, belə deyək, daxildən hiss etdiyimiz duyğulardır. Məsələn, sevgi duyğusu, nifrət duyğusu, hörmət duyğusu kimi. Kinestetik duyğular isə bizim toxunaraq hiss etdiyimiz duyğulardır. Məsələn, hansı belə deyək, bura misal göstərə bilərik. Deyək ki, qaynar çaydan, isti su, əlimizi vuranda toxunuruq, hiss eləyirik. O, belə deyək, istiliyi acıq formasında duyuruq. Bu kinestetikdir. Bədənimizlə bağlı olan bir duyğulardır. Daxili duyğularımız isə bizim artıq, belə deyək, daxildən gələn duyğularımız olur. Daha sonra diqqət haqqında məlumat vermək istəyirəm. Diqqətin funksiyaları. Diqqətin, belə deyək, 5 funksiyası var. Qeyri-ixtiyari diqqət, ixtiyari diqqət, ixtiyari diqqətdən sonraki diqqət, diqqətin davamlılığı, diqqətin keçirilməsi. Deməli, müəllimlər, diqqətin 5 növü var, amma diqqət özü nədir? Diqqət nə deməkdir? Diqqətin mərkəzləşməsi zamanı şuurumuz bir obyekt və yaxud da ki, fəaliyyətə yönəlir. Yəni, bütün fikrimizi, zehnimizi, düşüncəmizi, şuurumuzu o obyekt üzərində mərkəzləşdirmiş oluruq. Məsələn, deyək ki, qeyri-ixtiyari diqqət, ixtiyari diqqət. Nədir? İki fərqi var da bunların. Daha doğrusu, bu iki diqqətin bir fərqi var. Biri ixtiyari şəkildə bizim nəyəsə diqqətimizi verməyimiz. Tutaq ki, müəllim lövhədə dərs izah eləyir. O dərsə biz diqqətimizi veririksə, bu olur ixtiyari diqqət. Məsələn, siz bu dəqiqə məni dinləyirsiniz. Bu ixtiyari diqqətdir. Amma qeyri-ixtiyari diqqət özünüzdən asılı olmadan diqqətinizin nəyəsə verilməsi deməkdir.
Məsələn, çöldən deyək ki, bu dəqiqə bütün fikrinizi mənə vermisiniz. Qəfil qapı açılsa möhkəmdən, içəri tutaq ki, kimsə girsə. Bu sizin qeyri-ixtiyari diqqətinizdir. Qəfil o dəqiqə fikriniz yayınacaq həmin insana tərəf. Və yaxud da ki, bu dəqiqə məni dinləyirsiniz, çöldən bir siqnal səsi gəldi. Nə olacaq? O siqnal səsinə görə diqqətiniz qəfil başınız çönəcək həmin səs gələn tərəfə. Bu qeyri-ixtiyari diqqətdir. İnsanın özündən asılı olmadan diqqətinin bir obyekt üzərindən keçməsi deməkdir. Deməli, diqqətin belə deyək keçirilməsi, davamlılığı, ümumiyyətlə diqqətdən sonrakı diqqət, bunların hər biri də öz növbəsində belə deyək, diqqətin müxtəlif belə deyək parametrlərə bölünməsidir. Məsələn, deyək ki, diqqətimizi biz istəyiriksə, dərs oxuduğumuz anda diqqətimizi alıb ondan 5-ci səhifədən götürüb 15-ci səhifəyə gedib baxırıq özümüz. Diqqətimizi rahat şəkildə bir şeydən digər şeyə keçirə bilirik biz. Və yaxud da ki, diqqətimizi davamlılığından danışım. Diqqətimizi daima bir obyekt üzərində davamlı şəkildə saxlayırıqsa, deməli nədir? Diqqətin davamlılığıdır. Yəni, diqqət müəllimlər, ümumiyyətlə müəllimin özündən belə deyək, asılı olan, insanın daha doğrusu, üzrlü sayın, o qədər müəllim demişəm ki, insanın özündən asılı olan, belə deyək, bir dəyərdən duyğudur. Sadəcə olaraq qeyri-ixtiyari diqqət zamanı insanın, uşağın özündən asılı olmadan diqqətin digər tərəfə yönəlməsidir. Diqqətimizi istədiyimiz an bir obyekt üzərində cəmləşdirə bilərik. Diqqət uşağın bir hadisə, əşya üzərində uzun müddət fikrini cəmləməsidir. Məsələn, misal işləyirik. Misallar üzərində biz öz diqqətimizi cəmləşdiririksə, bu diqqətin davamlılığıdır. Diqqətin, belə deyək, həyata keçirilməsidir. Və yaxud da deyək ki, test işləyirik. İmtahan sualları, sertifikasiya sualları, miq sualları, müsahibəyə hazırlaşırıq. Burada bizdən davamlı diqqət tələb olunur. Deməli, davamlı diqqət nəticəsində biz diqqətimizi, belə deyək, nəyinsə üzərində cəmləşdirə bilirik. Bəs uşaqda diqqəti necə inkişaf etdirə bilərik? Məsələn, labirint tapşırıqlarla, məsələn, puzzle tapşırıqlarla. Məsələn, hansısa belə deyək, şəkildə nə çatışmır, onu tapmaq. Tutaq ki, və yaxud da ki, iki şəkil arasındakı fərqləri tapmaq deyək. Eyni şəkildir, internetdə çox qarşınıza çıxar belə testlər, diqqət testləri. Deyək ki, 3 ağac bir tərəfdədir, 4 ağac bir tərəfdə, bir qız var, birinin papağı qırmızıdır, birinin papağı sarıdır. Bizdən tələb olunan oradakı fərqləri tapmaqdır. Bu olur diqqətin inkişaf etdirilməsi. Biz uşaqlarla da bu oyunları həyata keçirərək onların diqqətini inkişaf etdirə bilərik. Daha sonra keçid etmək istəyirəm hafizəyə. Hafizə nədir? Hafizənin inkişafı ümumiyyətlə belə deyək, hafizə uşağın, insanın yaddaşı deməkdir. Xatırlaya bilmə qabiliyyətidir ki, yadda saxlaması, unutqan olmaması, unutmaması deməkdir. Məsələn, biz əvvəlcə məsələn, sarı topların olduğu, ortada da deyək bir dənə qırmızı top olan bir şəkli göstəririk, çəkirik. Tez çəkirik. Uşaq orada nə gördüyünü xatırlayırsa, deməli hafizəsi var. Və yaxud da ki, qəfil uşağa deyək ki, bir çiçək göstəririk, çəkirik. Məsələn, müxtəlif şəkillər ola bilər də, ayı şəkli, pişik şəkli, nə bilim, dovşan şəkli, nə isə göstərib çəkirik və uşaq onu tez zamanda xatırlayırsa, deməli uşaqda hafizə var. Daha sonra keçid etmək istəyirəm təfəkkürə. Təfəkkür nədir? Təfəkkür uşağın idrakidir, bilirsiniz. İdraki inkişaf təfəkkür deməkdir. Məsələn, belə deyək, uşaqda təfəkkürün olub-olmadığını necə biz bilə bilərik? Suallar əsasında. Məsələn, tənqidi təfəkkür deyə biz səriştələr keçmişik. Tənqidi təfəkkür nə idi? Uşağın fərqli və oxşar, belə deyək, əlamətin fərqləndirilməsidir uşaq tərəfindən. Deyək ki, televizorla radio. Oxşar və fərqli cəhətləri nədir? Bunu deyə biliriksə, deməli bizdə təfəkkür var. Deyək ki, ikisi də müasir texnoloji bir alətdir. Hər ikisindən məlumat alırıq, oxşar tərəfləridir. İstədiyimiz, belə deyək, kanalları çevirib, belə deyək, məlumatımızı ala bilərik. Fərqi nədir? Birinə baxaraq məlumatımızı daha gözəl öyrənirik, birini isə eşidərək. Deməli, oxşar və fərqli cəhətini deyirəmsə, təfəkkür burada var.
Təfəkkürün də özündə 3 növü var. Əyani əməli təfəkkür, əyani obrazlı təfəkkür və məntiqi təfəkkür. Əyani əməli təfəkkür nədir? 3 yaşına qədər uşaqlarda əyani əməli təfəkkür üstünlük təşkil eləyir. Təfəkkürün bu növü ən çox əşyalar üzərində praktik fəaliyyətin həyata keçirilməsi ilə bağlıdır. Məsələn, uşaq oyuncaqları atır, topu itələyir, topu dəliklərə itələyir və s. Əşyaları hissələrə ayırır, sonra o əşyaları belə deyək, yığır, düymələri basır və s. Uşaq bu zaman təcrübə toplayır. Tutaq ki, deyir ki, topu möhkəm atanda bilir ki, top uzağa gedir, topu yavaş atanda top yaxına gedir. Bu kimi təcrübələrin əyani əməli təfəkkür zamanı formalaşması əsasdır. Əyani obrazlı təfəkkür nədir? Əyani obrazlı təfəkkür, əyani əməli təfəkkürdən sonra yaranır. 3-4 yaşdan etibarən nitqin inkişafı ilə bağlı həyata keçirilir. Bu zaman uşaqlarla, belə deyək, yaddaşında uşağın saxlanılan görüntülər sayəsində uşağa artıq obyektlər üzərində real hərəkətlər etmək lazım olmur. Düşüncə növü inkişaf eləyir uşaqda, nitq inkişaf eləyir. Uşaq konstruktor oyuncaqlarla oynamaq kimi fəaliyyətlər, belə deyək, uşaqda əyani obrazlı təfəkkürün inkişaf etməsinə nəticəsi, belə deyək, təkan göstərir. Daha sonra məntiqi təfəkkür nədir? Məntiqi təfəkkür məktəbəqədər uşaqlarla obrazlı təfəkkür əsasında formalaşır. Ümumiyyətlə belə deyək, məntiqi təfəkkür zamanı uşaq məntiqi cəhətdən ətraf aləmdə olan situasiyaları formalaşır, öyrənir. Məsələn, həqiqətlə zaman kimi məfhumlar uşaqda formalaşır. Həqiqət gözlə görülən bir şey deyil axı. Həqiqət bizim başa düşəcəyimiz, biləcəyimiz, dərk edə biləcəyimiz bir məfhumdur. Zaman və yaxud da ki, zaman gözlə necə görürük? Saatı görürük gözlə. Amma zaman elə bir məfhumdur ki, o bizim iradəmizdə olmadan irəliləyir. Biz desək zaman dayanacaq, yox. Uşaq artıq bunu dərk eləyirsə, deməli 5-7 yaşdan ibarətən uşaqda məntiqi təfəkkür var. Keçid etmək istəyirəm induksiya və deduksiyaya. Təfəkkürü biliriksə biz, deməli induksiya ilə deduksiyanı da bilməliyik. Induksiya, deduksiyanı biz inkişaf sahələrində idrakda da keçmişik. İnduksiya, belə deyək, xüsusidən ümumiyə doğru hərəkətin getməsi, deduksiyanın isə əksinə, ümumidən xüsusiyə doğru irəliləməsidir. İnduksiya nədir? Məsələn, PDF-də baxın, misal vermişik. Deyirik ki, qar yağır, hava çox soyuyur, soyuqdan hər yer buz bağlayır. Qalın paltarlar geyinirik, qar adam düzəldirik. Bu hansı fəsildir? Qış fəsli. Sonda ümumiləşdirdik, bir ad verdik. Tək-tək sadaladıq xüsusiyyətlərini. Bu olur induksiya. Amma deduksiyada isə bu əksidir. Birinci deyirik ki, qış fəsli. Qış fəsli. Havalar soyuyur, qar yağır, qalın paltarlar geyinirik, hər yer buz bağlayır, qar adam düzəldirik, qar topu oynayırıq və s. Deməli, burada isə gördünüz, ardıcıllıq bir-birinin əksi oldu. Əgər ümumidən xüsusiyə getsək, xüsusiyə doğru sadalaya getsək, bu olacaq deduksiya. Keçid etmək istəyirəm təxəyyülə. Təxəyyül nədir? Təxəyyülün inkişafı uşağın, belə deyək, fantaziyasının inkişaf etməsidir. Bəzən uşaqlar fantaziyasından irəli gələn yalanlar da danışırlar bağçada. Buna müəllim hər zaman, belə deyək, hazır olmalıdır. Bəs uşağın deyək ki, təxəyyülünü biz inkişaf etdirmək istəyiriksə, necə bu təxəyyülü, belə deyək, inkişaf etdirəcəyik? Nə eləyə bilərik? Məsələn, hekayə danışıb yarıda saxlaya bilərik. Deyirəm ki, tutaq ki, deyək ki, uşaqlar, oturmuşuq, bağçadayıq və oyun oynayırıq. Birdən qapı açıldı. Hekayəni saxlayırıq. Deyirik ki, məsələn, Aysel, sən davam elə. Aysel davam edir. Qapı açıldı, içəri gələn tutaq ki, anam idi, məsələn. Daha sonra saxlayırıq burada, Aysel dayanır, Vüsala veririk sözü. Vüsal, Ayselin anası idi gələn. Nə elədi? Vüsal deyir ki, Ayselin anası gəlmişdi Ayseli aparmağa. Belə sadə bir hekayə. Burada biz Məlik Məmməd, Cırtdan, nə bilim, nağıllarını danışmamalıyıq. Çünki uşaq onu bilir gedişat nədir. Bunu hər kəs bilir. Gedişatı bilinməyən bir hekayə danışıb, uşaqdan onun ardını danışmağını istəyə bilərik. Bu uşaqda təxəyyülün inkişafına gətirir, çıxardır.
Daha sonra nitq nədir? Nitq haqqında danışmaq istəyirəm. Nitq məktəbə qədər yaşlı uşaqlarda, belə deyək, 3 yaşdan, 2 yaşdan etibarən tam şəkildə formalaşır. Birinci biz uşaqlarla belə deyək, nitq inkişaf etdirmək üçün nəyi belə deyək həyata keçirərik? Məsələn, söz oyunu oynaya bilərik. Söz oyunu nədir? Deyək ki, ətrafımıza baxaq. Nə var? Pəncərə. Birinci pəncərə deyirik. Sonra P hərfi ilə başlayan, bunu hazırlıq qrupunda eləyirik daha çox, böyük və hazırlıq qrupunda. P hərfi ilə başlayan başqa söz. Məsələn, pəri. Sonra pərviz, pərvanə və s. Pərvaz. Uşaq nə belə deyək, sözlərin baş hərfi ilə başlayan digər sözləri dedikcə onun söz ehtiyatı genişlənmiş olur. Daha sonra oxumağı da unutmuruq. Uşağa daim davamının necə olacağını düşündürəcək bir maraqlı hekayə seçib oxuyuruq. Oxuduğumuz hekayəni müzakirə eləyirik. Uşaqlarla müzakirədən sonra söz oyunu da oynayaraq uşağın nitqini formalaşdıra bilərik. Daha da belə deyək, nitqinin inkişafına gətirib çıxarda bilərik. Monoloji nitqə yiyələnməyi uşağın vacibdir. Monoloji nitq nədir? Ümumiyyətlə, hekayəni oxuyub bitirdikdən sonra məzmunla bağlı uşağa suallar veririk. Uşaqdan hekayənin xülasəsini danışmağı xahiş eləyirik. Hə, yox cavabına heç vaxt qane olmaq olmaz. Hə, yox cavabı bilirsiniz də qapalı sual tipidir. Biz uşaqdan danışmasını istəməliyik. Məsələn, deyək ki, qırmızı papaq nağılını danışdıq. Qırmızı papaq haqqında uşaqdan belə deyək də hekayənin haqqında məlumat verməsini, öz düşüncələrini bölüşməsini danışa bilərik. Daha doğrusu istəyə bilərik, soruşa bilərik. Bu zaman uşaqda belə deyək öz düşüncələri də formalaşmış olur. Uşaq bu zaman adlandırır, danışır, sözlü şəkildə ifadə eləyir, suallara cavab verir və s. Daha sonra bunu da qeyd edeyim ki, təfəkkür düşüncədəki obrazlardır, nitq isə düşüncədəki obrazların sözlü ifadə olunması deməkdir. İradəyə keçid edim, müəllimlər. İradə nədir? Uşağın bir tapşırığı sonacan yerinə yetirməsidir. İradəsinin güclü inkişafını bizə göstərir. Məsələn, uşaq ip üzərindən tullanır, amma çox yorulur. Müəllim 5 dəfə məsələn tullamağa tapşırır. Uşaq 5 dəfə tullana bilmir. Və iradəsi o qədər güclüdür. Bacarmasa da əlindən gələni eləyir, belə deyək. Əlindən